Hər kəs salam arzulayıram ki, yaxşısınız. Gəlin görək iyun ayında bizi nələr gözləyir. Möhtəşəm bir iyun ayı var. İyun ayında bir çox gözəl, şanslı və möhtəşəm göy hadisələri var. Əminəm ki, iyun ayını çox bəyənəcəksiniz, çox xoşunuza gələcək və bu gözəl, müsbət enerji bütün həyatınıza yayılacaq. Öz bürclərinizə keçməmişdən qabaq bu hissəyə qulaq asmanızı istəyərəm. Çünki burada çox informasiya var ki, bürc hissəsində onu demirik. Ona görə də diqqətlə qulaq asın. İyun ayının 6-sında Veneranın Boğa bürcünə keçəcəyini görürəm. Bu da gözəllik, eşq, sevgi və bolluq, bərəkət enerjisini artırır. Venera onsuz da Boğa bürcünün idarə edici planetidir və öz bürcünə keçəndə çox güclü bir pozisiyaya gəlir. Ona görə də Venera ilə bağlı hər şey daha yaxşı olur. Bəs Venera nədir? Venera gözəllikdir, estetikadır, sənətdir, puldur, bolluq, bərəkət enerjisidir. Bunların hamısı ilə bağlı möhtəşəm enerjilər havada uçuşur. Venera xüsusən Boğada olanda daha çox pul mövzularına toxunur. Tərəzidə olanda da daha çox sevgi, eşq temalarına, amma yenə də hər ikisinə təsir edəcək. Yəni bu dönəm sevgi, eşq həyatınız daha çox canlana bilər. Amma ən çox pul, bolluq, bərəkətlə bağlı inkişaflar, gelişmələr görə bilərsiniz. Həyatınızda pul, bolluq, bərəkət daha yaxşı bir şəkildə sizə axa bilər. Pulla bağlı gözəl inkişaflar yaşaya bilərsiniz. İndi burada fərdi olaraq öz bürcünüzə də baxmalı olacaqsınız. Mütləq ona da baxarsınız. Sizdə xüsusən Venera hara düşür onu deyəcəm. Amma belə möhtəşəm bərəkətli enerjidir. Venera Boğada olanda yatırımlar eləmək, yəni investisiyalar eləmək, gözəllik estetika ilə bağlı bir şeylər elətdirmək daha uğurlu ola bilər. Bu demək deyil ki, siz gedib yanlış həkim ya da yanlış kosmetoloq seçsəz sırf Venera Boğadadır deyə uğurlu olacaq. Amma uğurlu olması bir çox gözəlliklə, estetika ilə, sənətlə, pulla bağlı bir çox şeylərin uğurlu olma ehtimalı daha böyükdür və olduqca şanslı bir dönəmdir. Bundan əlavə ayın 9-u bu təkcə Boğa bürclərinə aid deyil də, bilirsiniz bütün bürclərə. Ondan sonra ayın 9-u Merkurin xərçəngə keçməyi ilə bir yerdə intuisiyamız güclənir, 6-cı hisslərimiz qüvvətlənəcək, ruhani enerjimiz çox güclü olacaq. Bu arada Venera Boğaya iyunun 6-sı keçir və qalır Boğada. Yəni bütün iyun ayı boyunca da Venera Boğada qalacaq. Merkurin xərçəngə keçməzsə çox uzun bir şey deyil. Genel olaraq intuisiyamızı artırır, ailə, ev, yuva mövzularına daha çox diqqətimizi veririk və beynimiz biraz daha sakit olur. Lakin biraz daha duygusal, həssas düşünüb, emosional, duygusal, həssas danışa bilirik. Ayın 10-usa Yupiterin xərçəng bürcünə keçəcəyini görürəm. Yupiterin xərçəng bürcünə keçməyi möhtəşəm bir şeydir. Belə ki, Yupiter xərçəng bürcünü çox sevir. Necə ki, Venera Boğa bürcünü sevirdi, Yupiter də xərçəng bürcünü sevir və yəni hər iki planet zəif pozisiyada olduğu bürclərdə idi və indi ən güclü olduğu pozisiyalardan birinə gəliblər. Və iki şans planetidir bunlar. Ona görə iyun ayı möhtəşəmdir. İyunun 10-u Yupiter xərçəngə keçir və bir il boyda təxminən qalacaq xərçəngdə. Və bu transit zamanı, yəni bu göy hadisəsi zamanı inanılmaz möhtəşəm bir şans, uğur və gözəl enerjilər bizlə birlikdə olacaq. Həyatımız çox daha şanslı olacaq, çox daha uğurlu olacaq. Çox daha istədiyimiz şeyləri rahat əldə edə bilərik. Xüsusən ailə, yuva, ev mövzuları ilə bağlı böyük şanslar gəlib bizi tapa bilər. Mənəvi olaraq inkişaf edə bilərik, tanrısal qorumanı daha güclü hiss edə bilərik və genel mənada Yupiterin sonsuz bolluğu, bərəkəti və şansı bizdə bir yerdə olur. Təbii ki, sizin xəritənizdəki özəl təsirlərdən də çox şey asılıdır. Ayın 11-i isə Ox Atan bürcündə bir dolunay var. Bu da gözəl bir göy hadisəsidir. Şans, uğur gətirir və gəzmək, səyahət etmək, yeni yerlər görmək, akademik inkişaf, fəlsəfik olaraq özümüzü inkişaf elətdirmək, kimi ya da din mövzularına yönəlmək kimi mövzular gündəmə gələ bilər. Bu göy hadisəsi də eyni şəkildə təxminən iyunun 4-ü 5-dən təsiri başlayacaq və iyunun 20-sinə qədər də təsirinə davam edə bilər. Ayın 17-si Mars Qız bürcünə keçir. Bunun da gözəl tərəfləri də var, bəzi neqativ tərəfləri də var. Gözəl tərəfləri odur ki, çox daha iyunun 17-sindən sonra çalışqan, əzmli olacaq, qida, diyet kimi mövzulara daha güclü bir şəkildə yönələ bilər, daha disiplinli yaxınlaşa bilərik. Lakin bunun neqativ bir tərəfi də sağlamlığımızla bağlı bəzi mübarizələr verə bilər, sağlamlıq sıxıntısından daha meyilli ola bilər və ya iş günlük rutinlər mövzularında gərginliklər və ya çətinliklər yaşaya bilərik. Ayın 24-ü isə ilin ən şanslı günüdür. Günəş və Yupiter xərçəng bürcündə qovuşacaq. Yupiterin çox sevdiyi bir bürcü xərçəng bürcü və Günəş Yupiterin xərçəng bürcündə qovuşumu möhtəşəm bir zamandır. İyun ayında inanılmaz dərəcədə şanslı olacaqsınız. Daha doğrusu iyunun 24-ü sizin üçün möhtəşəm bir gündür. Sizin xəritənizdən asılı olaraq həmin gün təbii ki, pis hadisə də ola bilər, yaxşı hadisə də ola bilər. Amma deyə biləcəyim şey odur ki, əgər bir şey istəyirsinizsə, iyunun 24-ü ola bilər ki, bunun üçün çox yaxşı bir vaxt olsun. Güclü bir ritual və ya bərk bir investisiya və ya bəlkə nikah tarixi. Yəni nikah tarixi barədə Günəş Yupiter qovuşumu əslində olar.
Yəni burada fərqli teoriyalar ortaya girə bilər. Bəzi insanlara görə Günəş-Yupiter qovuşumu Yupiterin yanmağı deməkdir. Amma mən elə yaxınlaşmıram bu mövzuya. Günəş-Yupiter qovuşumu ilin ən şanslı günüdür, ən uğurlu enerjisidir və Tanrı ilə bağımızın ən güclü olduğu və ən böyük şans, bərəkət enerjisinin olduğu vaxtdır. Bu demək deyil ki, iyunun 24-də hamının başından pul yağacaq, yox. Amma o günün enerjisini yaxşı istifadə edənlər, bəlkə bəzi müqavilələri həmin tarixdə imzalayanlar və ya düzgün investisiyalar edən insanlar və ya bəlkə də ailə quran insanlar ya da ailəsi ilə, sevgisi ilə bağlı bəlkə də addım atacaq olan insanlar, əgər bu şey sizin üçün xeyirlidirsə, çox böyük uğurla və şansla qarşılaşa bilərsiniz. Lakin Yupiter mənəvi bir enerji olduğu üçün yalnız sizin üçün xeyirli olan da gözəl nəticələnir, bunu da unutmayın. Ayın 25-i Xərçəng bürcündə olan yeni ay, ailə, ev, yuva mövzularına yönəlməyimizə, duyğusal hiss eləməyimizə, intuisiyamızın güclənməyinə, mənəvi bağlarımızın bərkiməyinə, sevdiyimiz insanlarla dərin münasibətlər yaşamağımıza təsir verə bilər. Və iyunun 26-sı Merkuri Şir bürcünə keçir. Daha özgüvənli, daha cəsarətli olacağıq, nə istədiyimizi biləcəyik, özgüvənlə, güclə, cəsarətlə, bərk və özünə güvənən bir şəkildə həyatımızda irəliləyəcəyik. Ümumiyyətlə iyun ayı möhtəşəmdir. Mükəmməl iyun ayı hamımızın həyatına gözəlliyi, xoşbəxtliyi gətirsin. Bəs gəlin görək, bürcülər və yüksələn bürcülər bu ayda nələr gözləyir? Qoçlar və xüsusən də yüksələn bürcü qoç olanlar, iyun ayında gəlin görək sizi nələr gözləyir. İyun ayında ikinci evinizə keçəcək olan Venera bolluq, bərəkət və zənginlik enerjinizi artıracaq. İyun ayı sizin üçün çox bərəkətli bir ay keçəcək. Başınızdan aşağı pul tökülə bilər, xüsusən də yüksələn bürcü qoç olanlar, altından xətt çəkirəm. Öz bürcü qoçlar da təsir edə bilər, amma ən çox yüksələn bürcü qoç olanlar başınızdan aşağı pul tökülə bilər, sözün əsl mənasında. Etdiyiniz işlər çox da uğurlu ola bilər, çox da şanslı ola bilər. Bəlkə bəzi kişilər, yüksələn bürcü qoç olan bəzi kişilər qadınlara çox pul xərcləyə bilər. Amma qadınlarsa özünə, estetikasına, gözəlliyinə, sənətinə yox, gözəlliyinə, estetikasına çox pul xərcləyə bilər. Uzun sözün qısası iyun ayı inanılmaz dərəcədə bərəkətli və bolluqda oldu. 4-cü evinizə keçəcək olan Merkuri isə, bu arada qadınlardan dəstək almaq da mənasına gəlir ikinci ev Venera. 4-cü evinizdə isə Merkuri olacağını görürəm. Busa yer dəyişikliklərinin qapısını aça bilər. Əgər iyun ayında yaxın yol səyahəti ya da nəsə bir səyahət etmək istəyirsinizsə, çox edə də bilərsiniz hətta. Evlə bağlı nəyisə dəyişə bilərsiniz ya da evdən xaricə çıxa bilərsiniz, evdən uzaqlaşa bilər, başqa yerə gedə bilər, hərəkətlənmələr ola bilər. Amma evdə də bol-bol zaman keçirdəcəksiniz. Evdəkilərlə ünsiyyət, dialoq, ev mövzularının gündəmə gəlməyi, ev, yeni yerə getmək, yeni yerə köçmək istəyənlər üçünsə möhtəşəmdir. Xüsusən xaricə köçmək istəyənlər üçün 9-cu evinizdə olacaq olan dolunay sizi bu barədə çox güclü dəstəkləyir. İyun ayında xaricə getmək, gəzmək, dini, akademik, fəlsəfik olaraq nəyisə inkişaf elətdirmək, yeni bir səviyyəyə gəlmək, ya da nəsə yarımçıq qalan şeyləri həll eləmək, ya da elə sadəcə gedib xaricə gəzmək, ya da çox dinə, inancı özünüzə vermək gözlənilən bəzi göy hadisələrinin təsirləridir. 4-cü evinizə keçəcək olan Yupiter düz 1 il boyu 4-cü evinizdə qalacaq. Bu da deməkdir ki, sizin həyatınızda ailə ilə, yuva ilə, evlə bağlı çox gözəl, çox şanslı enerjilər özünü göstərəcək, möhtəşəm bir dönəm olacaq. Yeni ev almaq, ya da evdən köçmək, ya da ailə qurmaq kimi təsirlər ola bilər. İyun ayında 4-cü evinizdə olacaq olan bir yeni ay, yeni bir yerdə yeni başlanğıca başlamaq, yeni yerə köçmək, ya da evlə bağlı nələrsə dəyişdirmək, ev, ailə, yuva ilə bağlı və ya ev xalqı ilə bağlı yeni başlanğıclara başlamaq mənasına gələ bilər. Son olaraq iyun ayında 5-ci evinizə keçəcək olan Merkuri sevgi, eşq, flört ya da uşaqlar kimi mövzuları gündəmə gətirib həyatınıza rəng, bərəkət gətirə bilər. Əziz yüksələn qoçlar, sağlamlığınızla bağlı mübarizələr verə bilərsiniz. Qızdırma, həzm sistemi ilə bağlı problemlər özünü göstərə bilər. Əzələ ağrıları ya da baş ağrıları da bəlkə özünü göstərə bilər. Bəs gəlin görək sırf öz bürcü, günəş bürcü. Yəni bu dediyim həm yüksələn, həm günəş aid idi. Amma sırf öz bürcü qoç olanlara nə deyilmək istənilir? Sırf öz bürcü qoç olanlar, sadəcə öz bürcü qoç olanlar iyun ayında bir qəlb qırıqlığı yaşaya bilərsiniz. Xətrinizə dəyən bir şeylər ola bilər, sizi biraz incidə bilər, amma bu uzun müddət davam eləməyəcək. Bəlkə hər hansı bir göz yaşı ilə bu sizdən təmizlənəcək ya da sadəcə siz bu qəlb qırıqlığı ya da inciklik nədirsə bundan sağalacaqsınız. Bu bəzilərinizdə sevgi münasibətlərində, bəzilərində isə dostluq münasibətlərində və ya başqa mövzularda ola bilər. Amma ondan əlavə olaraq ümid işığınız sizin üçün parıldayacağı bir dönəm olacaq və çəkdiyiniz zəhmətin, əziyyətində qarşılığını ala biləcəyiniz və həm də çox zəhmət, əziyyət çəkə biləcəyiniz, amma pis mənada yox. Hər hansı bir hədəfiniz üçün, istəyiniz üçün, arzunuz üçün bol-bol zəhmət çəkə biləcəyiniz bir dönəm ola bilər. Əziz qoçlar və yüksələn bürcü qoç olanlar, iyun ayı sizin üçün möhtəşəm olsun. Çox şanslı enerjilər var. Sevgi və işıqla qalın.
Əziz buğalar və xüsusən yüksələn burcu buğa olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz buğalar, iyunda birinci evinizdə Venera keçir. Yenə şanslısınız. Öz burcunuzda keçiyi olan Venera sizin üçün möhtəşəm enerjilər ortaya çıxardır. İyun ayında dəhşətli dərəcədə qəşəng görsənəcəksiniz. Qadınlar inanılmaz dərəcədə gözəl, kişiləri çox yaraşıqlı görsənəcək. Buğa burcuları ümumiyyətlə iyun ayının starlarından biridir. Xərçəng burcuları ilə bir yerdə. Çünki iyun ayında o qədər qəşəng, o qədər çəkici və o qədər bərəkətli olacaqsınız ki, subaysız həyatınıza bol-bol insanlar girə bilər, kimlərsə həyatınıza girmək istəyə bilər. Subay deyilsinizsə, eşq həyatınız canlana bilər yoldaşınızla. Ya da nə bilim bir münasibətiniz varsa, o münasibətdə sevginin çox gündəmə gələcəyi, eşqin çox gündəmə gələcəyi çox vacib bir dönəmdir. Bundan əlavə olaraq fərqli yerlərdən pullar gələ bilər, bolluq, bərəkət enerjiniz arta bilər, həyatınızda bolluğu, bərəkəti hiss edə bilər, öz xarici görünüşünüzlə bağlı gözəlləşmə, yaraşıqlaşma yaşaya bilərsiniz. Üçüncü evinizdə olacaq olan Merkur isə bu dönəmdə ya qohum-əqrəbə, qonşular, yaxın çevrə kimi mövzuları gündəmə gətirib, yaxın yol səyahətləri isə yaşada bilər iyun ayında. Bəlkə hər hansı bir kəndə, rayona ya da yaxın yol səyahəti bəziləri üçün bu Türkiyə kimi ya da nə bilim yaxında olan ölkələr də ola bilər. Yəni ya ölkə xarici amma yaxın, ya da ölkə daxili yaxın yol səyahətləri edə bilər və ya yeni akademik yox da yeni bir təlim ala bilər, yeni bir təhsil ala bilər, özünüzü inkişaf elətdirə bilərsiniz. Qohum-əqrəbə, qonşuların bol-bol gündəmə gələcəyi dönəmdir. Paralel olaraq 3-cü evinizə keçici olan Yupiter də bunu dəstəkləyəcək. Yaxın çevrənizdən bol-bol dəstəklər ala biləcəyiniz, qohumlardan, qonşulardan, qardaş-bacı kimi insanlardan bol-bol dəstəklər ala biləcəyiniz və özünüzü inkişaf elətdirə biləcəyiniz, satışla məşğul olanlarsa satışları barədə çox uğurlu ola biləcək bir dönəmdir. 8-ci evinizdə olacaq olan dolunay isə ehtiras və seksuallıq enerjisini qaldırır. İyun ayında seksual enerjiniz çox güclü olacaq, özünüzü çox çəkici hiss edəcəksiniz və başqalarını çox daha çəkici tapacaqsınız. Əməliyyatlara qarşı ehtiyatlı olmaq lazımdır. Demirəm pis bir şey olar, sadəcə ehtiyatlı olun. Əməliyyat, qəza kimi riskli şeylərdən ehtiyatlı olun. Amma ümumiyyətlə 8-ci evdə bir dolunay olanda insanın seksual enerjisini çox artır, həyat yoldaşı, ortaq işlərdən gələn qazanc, başqa yerlərdən gələn pul, belə mövzular gündəmə gəlir. Borc və kreditlərlə bağlı bir tamamlanmalar ya da yeni başlanğıclar ola bilir. 5-ci evinizdə və spiritual, ruhani olaraq da çox güclü enerjilər ortaya çıxır və enerjinizi daha yaxşı idarə edə bilirsiniz. Amma bəzən xaoslar və gərginliklər, bəzilərinin insanların üzlərinin açılmağı və gərgin təhlükəli situasiyalarda ola bilir. 5-ci evinizdə isə Marsın olacağını görürəm. Bu dönəm sevgi, eşq, flört, uşaqlar kimi mövzular gündəminizdə olacaq və bu mövzularla bağlı bəzi mübarizələr verə bilərsiniz. Belə ki, çox qəşəng sevgilər, eşqlər yaşaya bilər, seksual enerjinizi zirvədə təcrübə edə bilər, amma eyni şəkildə flörtlərinizlə ya da hər hansı bir sevgi adayı ilə, sevgili ilə dalaşa da bilərsiniz. Uşaqlarınız varsa bu barədə də gərginliklər özünü göstərə bilər. 4-cü evinizdə olacaq olan Merkur isə yer dəyişikliyi, səyahət ya da evdə bol-bol danışıqlar, ünsiyyətlər və ya evlə bağlı nələrsə dəyişdirmək də ola bilər ya da sadəcə gəzmək, yeni bir yerə getmək kimi də yansıya bilər bu enerjilər. Uzun sözün qısası 1-2 enerji xaric iyun ayı sizin üçün çox gözəldir, çox möhtəşəmdir. Arzulayıram ki, həyatınızda möhtəşəmlik qatar, sevgi və işıqla qalın. Əziz əkizlər və yüksələn burcu əkizlər olanlar, gəlin görək nələr gözlənilir iyun ayında sizin üçün. Əziz əkizlər burcuları, görürük ki, 12-ci evinizə bir Venera keçib. Sevgi, eşq mövzuları gündəmdədir, lakin biraz qarışıq mövzulardır. Belə ki, iyun ayında biraz daha bəziləriniz platonik sevgilərə meylənə bilər və ya köhnə sevgilərini düşünə bilər. Sevgi mövzularında belə vav uğurlu enerjilərin olduğunu deyə bilmərəm. Bilirsiniz, nə görürəmsə onu deyirəm. Qarışıq enerjilər var, amma pozitiv tərəfindən baxsaq, spiritual enerjiniz çox güclü olacaq, diləkləriniz, arzularınız daha tez qəbul ola bilər, eşidilə bilər və manifest, energetik praktikalar möhtəşəm işləyə bilər və sevgi mövzuları ilə bağlı şəfalandırmaq üçün ideal zamandır. İkinci eviniz o əkizlər burcuları. İkinci evinizə Yupiter keçir. Xüsusən yüksələn burcu əkizlər olanlar. 1 illik varlıq dövrünüz başladı. İndən sonra 1 il ərzində bolluq, bərəkət, zənginlik sizinlədir. Düz iyundan mı olar, iyuldan mı olar, avqustdan mı olar, tam deyə bilmərəm. Amma bildiyim şey odur ki, Yupiter 2-ci evinizə keçir və həyatınız bərəkətlənir, bolluq və bərəkət sizdən bir yerdə olur. Özünüzə verdiyiniz dəyər və maddi dəyərləriniz artır, işləriniz daha yaxşı gedə bilər. İkinci evinizdə isə bir Merkur olacağını görürəm. Satış ticarətlə məşğul olanlar üçün möhtəşəm bir zamanda ağızda pulla, işlə bağlı bol-bol ideyalar, fikirlər gələ bilər. 7-ci evinizdə olacaq olan dolunay ikili münasibət, sevgi münasibəti, eşq münasibətləri, evlilik münasibəti, ortaq işlər kimi mövzularla bağlı başlanğıclar və ya tamamlanmalar və ya bir şeylərin ortaya çıxmağı və şəfalanmağı kimi özünü göstərə bilər.
4-cü evinizdə bir dənə Mars var. Ailə, ev, yuva mövzuları ilə bağlı gərgin enerjilər var. Evdəkilərlə dava-dalaş ola bilər, ev mövzuları ilə bağlı gərginliklər. Yəni ailə, ev, yuva mövzularında biraz gərgin enerjilər özünü göstərəcək. 2-ci evinizdə olacaq olan yeni ay, yeni pul qapılarının açılmağı, gözlədiyiniz pulun sizə gəlməyə, bolluq bərəkətin sizlə olmağı, maddi enerjinin artışı ya da pul mövzularının sadəcə gündəmə gəlməyi olaraq özünü göstərə bilər. 3-cü evinizdə olacaq olan Merkur isə yaxın yol səyahətləri, qohum-əqrəbə, qonşular, qardaş-bacı, yaxın çevrə ilə bol-bol zaman keçirməyinizə, yeni təlimlər almaq, yeni şeylər öyrənmək, özünüzü inkişaf elətdirmək üçün möhtəşəm enerjilərdən əhatə olmağınıza səbəb ola bilər. İndi sırf özbürcü əkizlər olanlar, sizlərə də bəzi sözlərim var. Sırf özbürcü əkizlər olanlar sizin üçün maraqlı bir aydır. Belə ki, enerjinizi birdən çox şey verəcəksiniz. Birdən çox şeyi eyni anda eləməyə çalışacaqsınız. Ya da məsələn, həm işə, həm evə, həm ailəyə, həm özünüzə. Axır ki, amma eyni anda birdən çox şeyə enerji vermək mənasına gəlir. Əminəm ki, buradakı insanların çoxu sadiqdir, lakin aranızda işdir, sədaqətsizliyə meyilli olan əkizlər bürcləri varsa, bu birdən çox insandan maraqlanmaq deməkdir. Amma açığı adı çıxdığı qədər əkizlər bürcü sədaqətsiz bir bürc deyil əslində. Ona görə də yəni bu sırf sadəcə həm evə, həm işə çox vaxt ayırmaq mənasına da gələ bilər. Səhv başa düşməyin, mən indi hamıya uyğun danışmalıyam. Buna əlavə olaraq ailə, yuva, ev enerjisi çox gündəmdədir və iyun ayında talihinizdəki önəmli bir dönəmdir. Həyatınızla bağlı bir dəyişim yaşanacaq və bəlkə bu evlənmək, ailə qurmaq ya da ailə, yuva, evlə bağlı olacaq. Və bu mövzu dəyişdirilə bilməyən bir enerji olacaq və bəlkə də bu enerji şir, buğa, əqrəb ya da dolça bürcü biri ilə əlaqədar olacaq. Bəlkə. Və həyatınızdakı böyük bir dönüm nöqtəsi olacaq. Yəni, ya bir yerdə bəlkə evliliyə getmək, ya tam tərsinə ayrılığa getmək, ya da belə bir insan həyatınıza girib sizə evliliklə bağlı yol göstərmək, ailə ilə bağlı ya da işinizlə bağlı. Bildiyim şey odur ki, ola bilər ki, 4 bürcdən biri gündəmə gəlsin, şir, buğa, əqrəb ya da dolça və ailə, yuva, evin enerjisi çox güclüdür və birdən çox şeyə enerjinizi vermək gündəmdədir. Yəni, maraqlı bəzi infolar verdim. İndi görün nələr yaşayacaqsınız iyunda. Arzulayıram ki, möhtəşəm olar sizin üçün. Sevgi və işıqla qalın. Əziz xərçənglər və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görək iyun ayında sizi nələr gözləyir. Əziz yüksələn bürcü və bürcü xərçəng olanlar 11-ci evinizdə Veneranın olacağını görür. Birincisi möhtəşəm vaxtdır. Gəlin bundan başlayaq. Yupiter sizin bürcünüzə keçir. Bundan sonra üzünüz gülür. Yəni ideal bir hadisə yaşanır. Birinci evinizə Yupiter keçir. Bu ola biləcək ən möhtəşəm hadisələrdən biridir. Bir astroloq olaraq deyirəm ki, mükəmməl hadisələr olur. Birinci evə Yupiterin keçməyi nə deməkdir? Xüsusən də yüksələn bürcü xərçəng olan, amma öz bürcü xərçəng olanlarda çox güclü təsir göstərəcək. Pul, bolluq, bərəkət, rifah, xoşbəxtlik, şans, sevinc, həyat enerjisi hamısını artıracaq. Və bir il qalacaq. Bu iyuna aid bir proqnoz deyil. Bu dediyim ümumiyyən bir illik bir şeydir. Bir il Yupiteriniz xərçəngdə olacaq, yəni Yupiter birinci evinizdə olacaq. Möhtəşəm bir dönəmdir. Əlinizə atdığınız hər şey bərəkətlənə bilər, çox şey. İlahi şans, tanrısal dəstək, ilahi qoruma, mənəvi enerji, hər şey zirvədə olacaq. İnanılmaz bir dönəmə girmişsiniz. Möhtəşəm şanslı bir dönəmə girirsiniz. Bir dənə yüksələn xərçənglər və xərçəng bürcləri kökəlməyə meyilli olur. Birinci ev Yupiter kökəldə bilər. Bunda özünüz idarə edəcəksiniz də bir enerji olacaq. Ya gedib onu idmana xərcləyəcəksiniz, ya gedib yemək yeyəcəksiniz, özünüz bilərsiniz. Səyahətlər, akademik irəliləmələr, inkişaflar, bir çox şey ola bilər. İnanılmaz gözəl bir dönəmə girirsiniz, bir illik periodda. 11-ci evinizdə bir Venera var, möhtəşəm bir şeydir. Dostlarınız arasında populyar olacaqsınız, əl üstünə tutulacaqsınız, gözəl şanslar gəlib sizi tapa bilər. Dostluqlarınızla, həyatınızla bağlı bir çox möhtəşəm enerjilər ortaya çıxa bilər. Xəyallarınız, hədəfləriniz, arzularınıza gedərkən qapılar açıla bilər, yollar açıla bilər. Hansısa bir dostunuzla sevgili ola bilərsiniz. Bu da ehtimaldır. İndi təbii ki, aramızda evlilər var, başqa sevgilisi olanlar var, amma yoxdursa bu da bir ehtimaldır. Belə enerjilər gündəmdədir. Birinci evinizə keçəcək olan Merkur isə hərarətləndirəcək, sürətlənəcəksiniz, bol-bol gəzəcəksiniz, ora-bura gedəcəksiniz. Bu ölkə gəzmək mənasını demirəm. Yəni oradan bura, buradan ora aktiv bir həyat yaşayacaqsınız və biraz gərgin olacaqsınız. Bu arada birinci ev Yupiter eqonu və qüruru artırır. Ehtiyatlı olun, cəmaatı qürurla, ego ilə əzməyin. 6-cı evinizdə bir dolunay olacaq. Bu sağlamlıq mövzusunu gündəmə gətirə bilər. Bir damcı sağlamlığınız bəlkə balaca bir ehtimal ki, pozula bilər ya da düzələ bilər.
Və 6-cı ev dolunay iş həyatı ilə bağlı nələrsə gündəmə gəlməyi və bəlkə də iş həyatında nələrinsə dəyişməyi mənasına gələ bilər. Günlük rutinlər və ev heyvanları, eyni şəkildə diyet kimi mövzuları da gündəmə gətirə bilir bəzən. 3-cü evinizdə isə Mars olacaq. Bu isə qohum-əqrəbə, qonşular, qardaş-bacı, yaxın çevrə ilə gərginliklər yaşamağınıza, biraz bəlkə orada əsəbi situasiyaların olmağına səbəb verə bilər. Yaxın yol səyahətlərindən yana ehtiyatlı olmalısınız. Düzdür, 1-ci evinizdə Yupiter var, tanrısal qorumanız olacaq, amma yenə də qəzalara biraz meyilli enerjidə ehtiyatlı olsanız yaxşı olar. Və 1-ci evinizdə bir yeni ay olacaq. Xarici görünüşünüzlə bağlı nələrsə dəyişdirə bilərsiniz. Yeni saç, yeni stil, yeni geyim, yeni baxış bucağı ola bilər. Duygusal hiss edəcəyiniz bir aydır iyun ayı. Yəni hər şey abarta bilərsiniz. Bu arada 1-ci ev Yupiterin neqativ təsiri abartmaqdır. Yaxşı şeydə, pis şeydə dəhşət abartmaq. Yaxşı şey abartırsa abartın, amma pis şey abartmayın. Ona görə buna ehtiyatlı. 2-ci evdəki Merkurdə ticarətlə məşğul olanlar üçün şans gətirir və ağlınız, zəkanız çox daha işə, gücə, pula, maddiyyata, pulla bağlı şeylərə yaxşı işləyəcək deməkdir. Gördüyünüz kimi bomba kimi bir iyun ayı var sizin üçün. Tam 1-2 dənə gərgin hadisə var, amma da olurdu göydü də. Və sırf özbürcü xərçəng olanlar, sizə də 2 kəlmə sözüm var. İyun ayında sevgi, eşq mövzuları gündəmə gələ bilər. Ortaqlıq iş və ya sevgi mövzuları çox gündəmə gələ bilər. Bu mövzularda ehtiyac, aslılıq kimi hisslər gündəmə gələ bilər. Partnyorunuza, sevgilinizə ya da o dönəm birindən xoşunuz gəlsə, ona qarşı hiss edəcəyiniz aslılıq, sanki ona ehtiyacınız var, sanki onu yəni sizin üçün dərman kimi bir şeydir, kimi hiss edə bilərsiniz və bu toksik bir hissdir, bu düzgün bir hiss deyil, bunu unutmayaq. Əziz xərçəng bölgüləri, başa düşürəm sizi, mən də bir xərçəng bölgüyəm, amma etməməliyik. Bu qədər olmasın. Və bu situasiya, aslılıq, ehtiyac duymaq, bax bu hiss o an xoşunuz gələn bir insan olsa ya da partnyorunuz olsa ya da sevgiliniz olsa, sevgi həyatınızda geriləmələrə və neqativ enerjiyə səbəb ola bilər. Biz nə qədər birinə ehtiyac duysaq, ondan asılı olsaq, enerjin o qədər kirlənir. Ehtiyatlı olun. Əziz xərçənglər və yüksələn xərçənglərin möhtəşəm bir iyun ayı olsun. Sevgi və işıqdan qalın. Əziz şirlər və xüsusən yüksələn burcu şir olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz şirlər, 10-cu evinizə bir Venera keçir, cəmiyyət içində çox qəşəng görsənəcəksiniz. Qadınlar çox gözəl, kişilər çox yaraşıqlı və mülayim olacaq. Bundan əlavə olaraq iş həyatınızla bağlı uğurlar özünü göstərə bilər, karyeranızda yüksələ bilər, yeni bir səviyyəyə gələ bilərsiniz, vəzifə qalxa bilərsiniz ya da bir işə düzələ bilərsiniz və ya iş sizin üçün xeyirli olan başqa bir gelişmə ola bilər. Bundan əlavə 12-ci evinizdə olacaq olan bir Merkuri beyninizi, zehninizi qarışdıra bilər. İyun ayında biraz daha zehni qarışıq ola bilər, biraz daha xəyal dünyası ilə real arasındakı sərhədi seçə bilməyə bilər, fərqli-fərqli qeyri-adi yuxular görə bilərsiniz. İyun ayından etibarən 1 illik Yupiter 12-ci evinizə keçir və siz ruhani, spiritual enerjini təcrübə edirsiniz, tanrısal qoruma əldə edirsiniz. İlahi dünyanın sizi çox güclü qoruyacağını, mənəvi enerjinizin artacağını, çox daha güclü şəfalanacağınızı, ağzınızdan çıxan sözlərin çox daha sürətlə gerçəkləşəcəyi önəmli bir dönəmə girirsiniz. Mənəvi güclər, ilahi dünya sizlə bir yerdədir. 5-ci evinizdə olacaq olan dolunay sizin flört, eşq, sevgi, uşaqlar kimi mövzularınızı gündəmə gətirə bilər. Subaylar üçün yeni eşq, sevgi, flört yaşana biləcəyi kimi hobilər, maraq dairənizdə olan şeylərə yönəlmək özünü göstərə bilər. Buna əlavə olaraq uşağı olanlar üçün uşaq mövzularının gündəmə gəlməyi və ya uşaq istəyənlər üçün bəlkə də bir uşaq müjdəsi özünü göstərə bilər. Bundan əlavə 2-ci evinizə keçəcək olan Marssa bir dönəmlik maddi mövzularla bağlı nisbətən mübarizə verməyinizə və çətinlik çəkməyinizə səbəb verə bilər. Bu iki mənada ola bilər. Pulla bağlı azalma ola biləcəyi kimi tam tərsinə pulla bağlı azalma olmaz, amma siz çox əziyyət çəkməli ola bilər, daha çox işləməli ola bilərsiniz. 12-ci evinizdə olacaq olan yeni ay ruhani enerji bizi inanılmaz qüvvətləndirəcək. İyun ayı sizin üçün manifesting, spiritualizm, ruhani enerji ayıdır. Bu arada deyə bilərsiniz ki, məsələn, karyerada yüksəliş ola bilər və sənət pulla bağlı mübarizə olur. Yəni, maaşınız artır, amma siz pulunuzu bədxərclik edərsiniz, yenə pulla bağlı mübarizə verərsiniz. Həmişə ya da tam tərsinə yeni işinizə layiq olmaq üçün ya da layiq kimi insanları göstərmək üçün çox çalışmaq kimi də ola bilər, bilmək olmur. 12-ci ev yeni ayı, ruhani enerji, mənəvi enerjini zirvəyə qaldırır, spiritual enerji möhtəşəm səviyyəyə gəlir. Yəni, uzun sözün qısası iyun ayında edəcəyiniz rituallar, spiritual praktikalar çox güclü işləyəcək, mənəvi enerji sizlə bir yerdə olacaq. Birinci evinizə keçəcək olan Merkur isə sizə hərarətləndirəcək, hərəkətləndirəcək, gəzmək,
nə bilim, aktiv həyat yaşamaq, yəni səyahət mənasında gəzmək demirəm, o da ola bilər, amma oradan bura, buradan bura getmək, nələrsə öyrənmək, inkişaf etmək və biraz gərgin olmaq mənasına gələ bilər. İyun ayı sizin üçün çox mənəvi bir aydır, karyera cəhətdən yaxşı bir aydır, sevgi, flört kimi mövzularda yaxşıdır, amma biraz qarışıqdır və öz daxili dünyanıza çönməyə sizi məcbur edəcək və öz iç dünyanızdan üzləşdirəcək və bəzən də çox həssas hiss edəcəyiniz qarışıq bir aydır. Amma gözəl enerjilər də var. Arzulayıram ki, möhtəşəm keçər və bu enerjilərdən istifadə edib şəfalanarsınız. Sevgi və işıqdan qalmırıq hələ. Çünki özbürcü şir olanlarda deyəcəyim bəzi sözlər var. Özbürcü şir olanlar, sırf özbürcü şir olanlar, siz həyatınızla bağlı çox maraqlı bir dönəmdəsiniz. Müəyyən mübarizələr verəcəksiniz. Bunlar sizdən aşağı olan insanlarla bağlı ola bilər. Bu iş həyatı ilə bağlı ola bilər ya da ailədə, yuvada, evdə sizdən aşağı olan insanların sizi qısqanmağı, sizə qarşı neqativ hisslər bəsləməyi və bununla bağlı savaş ola bilər. Bəziləri üçün hətta bu əqrəb burcu insanlar da ola bilər, ehtiyatlı olun. Lakin bundan əlavə şir, buğa, əqrəb, dolça burçları həyatınızda gündəmə gələcək. Sadəcə pis mənada yox, yaxşı mənada da. Bəlkə həyatınızda çox qəşəng rol oynayacaq, sizə bir müjdə verəcək ya da sizi qaldıracaq ya da sizin həyatınıza girəcək çox vacib bir şir, buğa, əqrəb, dolça burcu biri bəlkə gündəmə gələ bilər ya da bu burculardan heç kəs gündəmə gəlməz, amma həyatınızla bağlı bir şeylərin tamamlanmalı olduğu, bir uğur qazanacağınız ya da içsəl dərin bir huzuru tapacağınız, yəni bəlkə ruh eşinizi tapacağınız, bəlkə istədiyiniz işi, bəlkə istədiyiniz vəzifəni, amma istədiyiniz bir şeyin ola biləcəyi bir dönəmdir. Savaş mübarizəniz olacaq, əlinizdəkilərə sahib çıxmanız üçün eyni zamanda zəhmət çəkəcəksiniz və yorulacaqsınız. Belinizdə bir yük olduğunu hiss edəcəksiniz. Amma bu tamamlanma və dəyişimin öncəsində olan bir şeydir və mübarizələr versəz belə daha çox müjdəli və gözəl enerjilər sizlə bir yerdə olacaq. Arzulayıram ki, öyrəndiyiniz məlumatlara ən yüksək xeyrinizə xidmət edər, sevgi və işıqdan qalın. Əziz qız burcuları, oxusan yüksələn burcu qızı olanlar, gəlin görək iyun ayında sizin nələr gözləyir. 9-cu evinizə keçəcək olan Venera, xaricə getmək, gəzmək, səyahətlər eləmək, akademik mövzularda inkişaf eləmək kimi özünü göstərə bilər. 9-cu evinizdə olacaq olan Venera, təhsil alanlarda təhsildə uğur, din, mənəviyyata yönələnlərdə uğur, gəzmək, görmək, səyahət eləmək istəyənlərdə isə şans enerjisi ilə gəlir. Bu da bir çox insanın iyun ayında ya akademik uğur qazanacağı, ya din, mənəviyyata yönələcəyi, yəni sizin kimi yüksələn qız burcularında xüsusən də, qız və yüksələn qızlarda, ya da ki, gəzib yeni yerlər görə biləcəyi mənasından gəlir. 11-ci evinizdə bir Merkurinin olacağı, sosial çevrənizdə populyar olacağınız, bol-bol danışacağınız, güdəcəyiniz və dostlarınızla bol-bol zaman keçirəcəyiniz mənasına gəlir. Buna əlavə olaraq 11-ci ev Merkuri həm də sizin hədəfləriniz, arzularınız üçün beyninizi işlətməyinizə, yeni ideyalar, yeni fikirlər düşünməyinizə mənasına gələ bilər. 11-ci evinizdə bir dənə Yupiter olacaq. Bu gözəl bir göy hadisəsidir. Bir ildə Yupiter sizin 11-ci evinizdə qalacaq. Bu da sizin xəyallarınıza, arzularınıza gedərkən böyük şansların sizdən olmağı, həyatınızda çox böyük şans qapılarının açılmağı, populyar, məşhur olmaq istəyənlər üçün möhtəşəm enerjilərin olacağı, sizin ön plana çıxacağınız, həyatınızda bir çox gözəl inkişafın, gelişmələrin ola biləcəyi mənasına gəlir. 11-ci evinizdə keçəcək olan Yupiter inanılmaz şanslı və gözəl bir enerjidir. Böyük xəyallarınızın gerçək olmağı, amma sadəcə iyunda yox, bir illik bir periodda. Yəni iyunda girəcək və gəlin iyunun kimi, yəni tam dəqiq yadımda deyil, amma bir illik bir perioddan sonra çıxacaq təmiz və o ərəfədə hədəfləriniz gerçək ola bilər, xəyallarınız gerçək ola bilər, sosial çevrənizdə çox populyarlaşa bilərsiniz, əl üstünə tutula bilərsiniz, çox böyük şanslar gəlib sizə tapa bilər. 4-cü evinizdə olacaq olan dolunay, ev, yuva, ailə kimi mövzularla bağlı bir tamamlanmalar və gündəmə gəlmələr kimi özünü göstərə bilər. Ailə, yuva mövzularında nələrsə gündəmə gələ biləcək kimi ailəvinizdən, evinizdən, yuvanızla bağlı bir şeyləri tamamlaya bilərsiniz. Bundan əlavə birinci evinizə keçəcək olan Mars gərgin olmağınıza səbəb verəcək. Biraz mübarizələr olacaq. İyun ayında çətinliklər, gərginliklər ola bilər. Dava-dalaşlar, xaoslar, gərginliklərin ola biləcəyi kimi hədəflərinizə, arzularınıza böyük bir ambisiya və güclə getməyinizə də səbəb ola bilər. Birinci ev Mars ehtiras və seksual enerjinizi də artıracaq, cinsi çəkiminizi də artıracaq, amma gərginliyinizi və hamının kişi enerjisini daha çox artıracaq. Yüksələn burcu qızı olanların, fərqi yoxdur buna qulaq asan qadındır ya da kişidir, daha güclü bir kişi enerjisi ortaya çıxarılacaq. 11-ci evinizdə olacaq olan yeni ay isə sosial çevrənizdə yenə populyarlaşacağınızı və ümumiyyətlə bəlkə yeni dostluqlar, yeni hədəflər, arzular, xəyallar, bir çox gözəl enerjinin sizlə verdə olacağı mənasından gəlir. 12-ci evinizdə isə bir dənə Merkuri olacaq. Bu isə sizin həyatınızda beyninizin biraz bulanıqlaşmasına, bəzən biraz
keyməyinizə, uyuşmağınıza, yəni xüsusən beyin cəhətdən də və biraz sakit bir zehnə sahib olmağınıza səbəb olacaq. Bəzən biraz düşünməməli olduğunuz şeyləri düşünməyinizə, yəni məsələn köhnədən keçmişdə yaşamış hadisələrə və s. səbəb verə bilər, amma zehninizi şəfalandırmaq üçün möhtəşəm bir dönəmdir. Sırf öz bürcü qız olanlara da sözüm var. Demək, sırf öz bürcü qız olanlar sizlərin də həyatında çox böyük transformasiya yaşana bilər. İyun ayında çox böyük bir dəyişim yaşaya bilərsiniz. Bəzi qapılar təmiz bağlanıb, yepyeni qapılar açıla bilər və küllərinizdən doğula bilərsiniz. Çox böyük və dərin transformasiya yaşaya bilərsiniz. Nələrsə tamamilə geridə qoya bilərsiniz və uğur, şans dəhşətli dərəcədə sizlə olacaq. Bu tamamlanma, dəyişim və ya küllərindən doğan bütün gözəllikləri ilə sizə gələcək. Böyük uğurlar, şanslar və dəstəkləyici gözəl, dərin enerjilər sizlə bir yerdə olacaq. Əziz qızlar və yüksələn bürcü qız olanlar, hamınız üçün möhtəşəm bir ay olsun. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir? Əziz tərəzilər, 8-ci evinizə bir Veneranın keçdiyini görürəm. Həyat yoldaşının qazancı, ortalıq işlərdən gələn qazanc, başqa yerdən gələn pullar, miras, borc, kredit kimi mövzulardan yana şans sizdən yanadır. Yoldaşınız var və onun qazancı varsa artış ola bilər. Özünüzün ortalıq işi varsa qazancda artış ola bilər. Borc, kredit kimi mövzularda şans özünü göstərə bilər. Lakin 8-ci ev Venera bu mövzularda spirituallıq, cinsəlliklə bağlı möhtəşəm enerjilər olsa da, ikili münasibətlərlə bağlı gərginliklər, qısqanclıqlar və travmatik enerjilərdir. Buna da ehtiyatlı olmaqda fayda var. Əziz tərəzilər, siz də belə bir bərk bir enerjiyə keçəcəksiniz, güclü bir enerjiyə keçəcəksiniz. 10-cu evinizdə də bir dənə Merkuri olduğunu görürəm. Bu da iş, güc, karyera mövzularına çox yönələcəyinizi, beyninizin çox karyera mövzularında işlədəcəyinizi demək mümkündür. 10-cu evinizdə olacaq olan Yupiter isə 1 illik bir perioddur. Yəni sadəcə iyun ayında yox, qarşıdan gələn 1 il ərzində, iyundan etibarən 1 il ərzində 10-cu evinizdə qalacaq və karyeranız, statusunuzla bağlı ən gözəl enerjilərin özünü göstərəcəyi dönəmə girəcəksiniz. Karyera həyatında böyük yüksəlişlər, uğurlar, nailiyyətlər, yeni səviyyələrə gəlmə, vəzifə artımı kimi mövzular sadəcə iyunda yox, qarşıdan gələn 1 illik periodda, amma iyunda ola bilər, özünü göstərə bilər. 3-cü evinizdə olacaq olan dolunay isə yaxın çevrə, qohum, əqrəbə, qonşular, qardaş, bacı kimi insanları gündəmə gətirə bilər. Bu mövzularla bağlı nələrinsə tamamlanması və ya akademik olaraq ya da akademik deyil də təhsil, təlim belə şeylərdə özünüzü irəlilətmək və ya yaxın yol səyahətləri etməyiniz mənasına gələ bilər. İyun ayında 12-ci evinizdə bir Mars olacaq. Bu gizli düşmənlikləriniz varsa bunların gündəmə gəlməyi, psixoloji olaraq biraz mübarizələr verməyiniz, zorluqlar yaşamağınız və arxanızdan iş kimlərsə çevirməyi mənasındadır. Lakin bu həmişə illaki nəsə belə pis bir şey olmalı və s. deyil. Sadəcə 12-ci ev Mars olanda spiritual saldırıya meyilli olursunuz. Yəni başqalarının neqativini götürməyə, başqalarının mənfi enerjisindən tez təsir altına almağa və gizli düşmənliklərdən qarşı-qarşıya gəlməyə meyilli olursunuz. Ehtiyatlı olun. 10-cu evinizdə isə bir dənə böyük bir yeni ay var. Bu da karyera, iş həyatı ilə bağlı yeni başlanğıclar, yeni addımlar, karyeranın gündəmə gəlməyi, yeni bir işə düzəlmək, iş həyatında dəyişim, vəzifə yüksəlişi və ya iş dəyişdirmək və işlə bağlı nələrsə gündəmə gəlməyi, bol-bol gündəmə gəlməyi mənasına gəlir. 11-ci evinizdə isə bir Merkuri olduğunu görürəm. 11-ci evdəki Merkuri sosial çevrənizdə bol-bol zaman keçirməyinizə, dostlarınızla vaxt keçirməyinizə, danışmağınıza, ətrafınızda, çevrənizdə populyarlaşmağınıza və ümumiyyətlə gözəl zaman keçirməyiniz mənasına gəlir. Sırf öz bürcü tərəzi olanlar, sizə də bir kəlmə sözüm var. Belə ki, tərəzilər, siz çox parlaq və işıltılı bir dönəmə girirsiniz. Həyatınızla bağlı mükəmməl bir ay ola bilər iyun ayı. Çox gözəl şeylər özünü göstərə bilər. Həyatınızla bağlı yenidən doğumun, həyat enerjisinin, sevincin, günəşin, işığın sizlə bir yerdə olacağı gözəl bir dönəmdir. Bəlkə bəziləriniz yeni başlanğıclara da başlaya bilərsiniz və daha fərqli bir perspektivdən həyatınıza baxa bilərsiniz. Mükəmməl enerjilər, şans enerjiləri sizlə bir yerdədir. Tərəzilər və yüksələn tərəzilər, iyun ayı möhtəşəm olsun. Sevgi və işıqla qalın. Əqrəblər və xüsusən də yüksələn bürcü əqrəb olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz əqrəblər, 7-ci evinizə Venera keçir. Sevgi, eşq, evlilik, ikili münasibət, ortalıq işlərdən yana möhtəşəm bir şans enerjisi iyun ayında sizlə bir yerdədir. Yeni bir sevgiyə başlaya bilərsiniz, mövcud sevgilinizlə bəlkə irəlilədə bilərsiniz, evlənə bilərsiniz. Həyatınızda sevgi, eşq enerjisinin ətrafınıza yayılacağı mükəmməl sevgi dolu enerji ilə
ahəngdə olacağınızı demək mümkündür. 7-ci evdəki Venera həyatınıza sevgidən əlavə ortaqlıq işlər barədə də möhtəşəm enerjilər gətirir. Ortaqlıq işlərlə məşğul olanlar üçün də mükəmməl və uğurludur. 9-cu evinizdəki Merkur isə bəlkə və 9-cu evinizdə keçəcək olan Yupiter həm iyun ayında ola bilər, həm də qarşıdan gələn 1 illik periodda ölkələr gəzmək, yeni yerlər səyahət etmək, akademik mövzulara yönəlmək, din təhsil, səyahət, fəlsəfə kimi mövzularda inkişaf etmək, uğurlar qazanmaq və daha çox səyahət etmək kimi ola bilər. Universitet, akademikada təhsillə iç-içə olanlar üçün möhtəşəm şanslar özünü göstərə biləcəyi kimi, xaricə getmək, gəzmək və ya köçmək istəyənlər üçün də iyun və qarşıdan gələn 1 illik period möhtəşəmdir. İkinci evinizdə olacaq olan dolunay gözlədiyiniz pulların gəlməyini, pul mövzularının gündəmə gəlməyi, karmavızın asılı olaraq böyük pulların gəlməyi, pul gəlməyi və ya pul getməyi mənasında ola bilər, ya da pul qapıları ilə bağlı nələrinsə olmağı, bir pul qapısının açılmağı ya da hər hansı bağlanmalı olan pul qapısının bağlanmağı kimi özünü göstərə bilər. Bu sizin xəritənizdən və karmavızdan asılıdır. 11-ci evinizdə olacaq olan Marssa sizin bu dövrdə dostluqlar, sosial çevrənizdən yana biraz mübarizələr verməyinizə, gərginliklər yaşamağınıza, lakin gələcəklə bağlı böyük hədəflərinizə, arzularınıza, xəyallarınıza böyük bir enerji ilə getməyinizə səbəb verə bilər. 11-ci ev Marsın enerjisi sizi hədəflərinizə yönləndirir, amma dostluqlarınızla gərginliklər yaşamağınıza da səbəb verə bilər. 9-cu evdəki yeni ay yenə xaricə getmək, çox yüksələn əqrəb bu dövrdə xaricə gedə bilər. Əqrəb əsasən də yüksələn burcu əqrəb olanlar ya da yeni bir təhsilə başlaya bilər, ya da dini, mənəvi, ruhani bir inkişaf yaşaya bilər. Və son olaraq 10-cu evinizdə olacaq olan Merkuri beyninizi, zəkanızı iş mövzularında, karyera mövzularında istifadə etməyinizə səbəb verəcək böyük ehtimalla. Bundan əlavə olaraq əziz öz bürcü əqrəb olanlar, sizə də bəzi sözlərim var. Belə ki, əziz öz bürcü əqrəb olanlar, bu dönəm gərginliklər yaşayacaqsınız. Rəqabət, dava-dalaş kimi mövzular gündəmə gələ bilər. Bu tərz zorluqlar olsa belə pulla bağlı möhtəşəm enerjilər olacaq. Bolluq və bərəkət içində ola bilər və çox belə pullu, bərəkətli bir enerjidə ola bilərsiniz. Həyatınızla bağlı sabit, stabil, qatı yaxınlaşdığınız mövzuları biraz baxmalısınız. Sizin çox radikal yaxınlaşmağınız, ağ ya da qara deməyiniz, yəni çox sivri yaxınlaşmağınız iyun ayı üçün sizin üçün çox da gözəl deyil. Bəzən fikir vermədən, bəlkə istəmədən geri fikirlilik edə bilər ya da hər hansı bir inancınız, ideya, nəyə, hansı fikrə inanırsınızsa, burada həddindən artıq qatı davranmağınıza, inadkar davranmağınıza səbəb ola bilər və bu gözəl bir şey deyil. Arzulayıram ki, iyun ayı sizin ən yüksək xeyrinizə xidmət eləyər, əqrəblər və yüksələn əqrəblər sevgi və işıqla qalın. Əziz ox atanlar və yüksələn bürcü ox atan olanlar, gəlin görək iyun ayında sizi nələr gözləyir. Əziz ox atanlar, iyun ayında 6-cı evinizdə Veneranın keçdiyini görürəm. Bu da iş həyatınızla bağlı çox gözəl, çox şanslı, çox möhtəşəm enerjiləri canlandırır. Belə ki, iş həyatında vəzifə yüksəlişi, uğurlar, yeni bir işə düzəlmək kimi özünü göstərə bilər. Sağlamlıq, səhhətinizdə bir problem varsa, bunların düzəlmək mənasına gələ bilər. Amma paralel olaraq 6-cı ev Venera xüsusən qadınlarda, ginekoloji bölgələrdə biraz sıxıntılara meyilli ola bilər və biraz da böbrəklərinizlə bağlı biraz ağrılara və ya yüngül neqativlərə səbəb verə bilər. Amma genel olaraq iş həyatı, günlük rutinlər, diyet, sağlamlıq kimi mövzular, ev heyvanları kimi mövzularla bağlı şanslı enerjilərdir. Bundan əlavə ox atanlar və əsasən də yüksələn bürcü ox atan olanlar 8-ci evinizdə olacaq olan Merkuri sizin ümumiyyətlə beyninizin, zehninizin biraz takıntılı, obsessiv işləməyinə, biraz qısqanclıq enerjinizin artmağına səbəb verə bilər. 8-ci evdə olacaq olan yeni ay və Yupiterdə sizin seksual enerjinizi dəhşət zirvəyə qaldıracaq, ruhani, spiritual enerjinizi dəhşət gücləndirəcək, edəcəyiniz rituallar, spiritual praktikalar çox güclü işləyəcək və bundan əlavə olaraq da başqa yerlərdən gələn pullar, həyat yoldaşının qazancı, ortaq işlərdən gələn qazanclar çox bərəkətlənəcək və ya dəyişimlər yaşanacaq. Bu bərəkətlənmə sırf iyunda mı olar, qarşıdan gələn 1 illik periodda mı olar bilmirəm, amma gündəmə gələcəyini bilirəm. Borc, kredit kimi mövzular da gündəmə gələ bilər və bu mövzularla bağlı bəlkə bir başlanğıc, bəlkə bir tamamlanma, şans ya da karmavız neqativdir. Sonda biraz çətin şeylər ola bilər, amma genel olaraq həyat yoldaşının qazancı, ortaq işlərdən gələn pullar, miras, borc, kredit, cinsəllik, seksuallıqla bağlı mövzular, rituallar, spiritual enerjilər çox gündəmdə olacaq və daha çox pozitiv mənada gündəmdə olacaq. Travma almağa qarşı biraz ehtiyatlı olun iyun ayında, çox riskli şeylərə getməyin. Birinci evinizdə bir dolunay olacaq və bu dolunay xarici görünüşünüzlə bağlı nələrsə dəyişməyinizə, özünüzdə, görünüşünüzdə, geyiminizdə ya da baxış bucağınızda nələrsə dəyişdirməyinizə və biraz duyğusal hiss eləməyinizə
səbəb verə bilər. Bundan əlavə 10-cu evinizə keçəcək olan Mars karyera mövzularında mübarizə verməyinizə, enerjinizi karyeraya yönləndirməyinizə, bu iş həyatında yüksəlişlər, uğurlar qazanmaq, yüksəlmək mənasına gələ biləcək kimi karyera ilə bağlı çətinliklər və gərginliklər, dava-dalışlarla da qarşı-qarşıya gəlməyiniz mənasına gələ bilər. Yəni bu dönəm enerjinizi karyerada uğur qazanmağa versəz daha gözəl, əks təqdirdə gərginlik, dava-dalaş kimi özünü təzahür etdirə bilər. Bir də 9-cu evinizdə Merkuri olacaq, ürəyi istəsə gəzə bilər, səyahət edə bilər və ya akademik cəhətdən nələrsə öyrənə bilər, özünüzü inkişaf etdirə bilərsiniz. Son olaraq öz bürcüdə ox atan olanlara da deyəcəyim bəzi sözlər var. Əziz öz bürcü ox atan olanlar, iyun ayında illüziyalardan çıxın, gözünüzü açın. Bəzi şeylər görsəndiyi kimi deyil və bunu anlayacaqsınız. Çox duyğusal bir ay olacaq. Emosional mövzular, duyğusal mövzular çox yönələcəyiniz məqamlardır və bəlkə də hər hansı xeyirli olmayan bir münasibətdə bitiş, tamamlanma, amma yeni başlanğıclar da özünü göstərə bilər. Əlinizdəki bəzi şeylər, xüsusən sevgi, eşq, duyğusallıq ya da emosional bağ qurduğunuz şeylərlə bağlı nələrsə itirdiyinizi hiss edə bilərsiniz. Amma bəlkə də o qədər də itirməmisiniz və bir çox şey əlinizdə qalıb hələ var. Ona görə gözünüzü açın, qərarsızlıqları bir kənara qoyun, yeni başlanğıclardan çəkinməyin və tutaq ki, 5 manatınız var. 3 manatınızı itirmisinizsə, unutmayın ki, 2 manat da əlinizdədir və siz bu pulu artıra bilərsiniz. Məcazi mənada deyirəm, söhbətin pulla əlaqəsi yoxdur. Arzulayıram ki, iyun ayı sizin üçün möhtəşəm olar. Çox gözəl başlanğıclar da ola bilər. Sevgi və işıqla qalın. Əziz oğlaqlar və xüsusən yüksələn burcu oğlaq olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz oğlaqlar, iyun ayında 5-ci evinizdə bir Venera olacağını görürəm. Sevgi, eşq mövzuları bol-bol gündəmə gələcək. Eşqlə, sevgi ilə bağlı qəşəng gelişmələr ola bilər, inkişaflar ola bilər, yeni sevgilər, yeni eşqlər, yeni inkişaflar yaşaya bilərsiniz. Bundan əlavə olaraq hobilərinizə, maraq dairənizdə olduğunuz şeylərə bol-bol yönələ bilərsiniz və uşaq və s. istəyirsinizsə möhtəşəm dönəmdir, şanslı dönəmdir, uşaqlar gündəmə gələ bilər. Hobilərinizlə bağlı çox zövq ala biləcəyiniz, çox həyatın dadını çıxarda biləcəyiniz bir aydır iyun ayı. 7-ci evinizdə olacaq olan Merkuri və 7-ci evinizə keçəcək olan bir Yupiter və 7-ci evinizdə olacaq olan bir yeni ay ikili münasibətlərlə bağlı böyük başlanğıclar, tamamlanmalar və dəyişimlər gətirə bilər. İyun ayında və ya qarşıdan gələn bir illik periodda evlənə bilərsiniz, ailə qura bilərsiniz, həyatınızın eşqini tapa bilərsiniz, çox ciddi sevgilər yaşaya bilərsiniz, gözəl başlanğıclar yaşaya bilərsiniz və ya mövcud sevgilər gündəmə gələr və bəlkə tamamlanmalısa tamamlanar və ya daha yeni bir səviyyə, daha üst səviyyəyə gələr. Çox şanslı sevgi, eşq, ortalıq işlərlə bağlı möhtəşəm bir dönəmə girirsiniz. 12-ci evinizdə bir dolunay olacaq. Bu dolunay sizin şuuraltınızın ən qaranlıq mövzularını aydınlatacaq. Öz iç dünyavızda qaranlıqda qalan nələr varsa açılacaq, aydınlanacaq və siz öz qaranlığınızla üzləşəcəksiniz. Kim nəyə layiqdirsə onu yaşayacaq. İlahi karma çox güclü işləyəcək. Sizə haqsız yerə incidən insanlar varsa cəzalarını tapa biləcəyi kimi, sizin incitdiyiniz insanlar varsa tam tərsinə siz də yorula bilərsiniz. Və 9-cu evinizdə bir Mars olmağı, gəzmək, səyahət eləmək, belə mövzuları gündəmə gətirə bilər bəlkə, amma bu mövzularla bağlı mübarizələr də ola bilər. Ona görə qəzalara qarşı ekstra ehtiyatlı olmanızda fayda var. Əks təqdirdə isə, yəni biraz ehtiyatlı olmalısınız. Gəzmək, səyahət eləmək, xaricə getmək mövzuları üçün gündəmə gələ bilər ya da akademik mövzularla bağlı müəyyən mübarizələr ola bilər. Və 8-ci evinizdə bir Merkuri var. Bu da sizin ümumiyyətlə beyninizin, zehninizin biraz daha takıntılı, biraz daha qısqanc işləyəcək, amma ağlınızın çox yaxşı işləyəcəyi və manipulyasiya bacarığınızın çox güclü olacağı mənasına gəlir. Əziz oğlaq bürcləri, sırf öz bürcü oğlaq olanlar sizə də demək istədiyim bəzi sözlər var. Belə ki, ilahi ədalətin enerjisi çox güclü işləyir, çox kəskin işləyir və kim nəyə layiqdirsə onu kəskin bir şəkildə yaşayacaq. Həyatınızla bağlı geriləməli, yavaşlamalı dönəmlər olsa narahat olmayın. Bu, ilahi karmanın necə işləməlisə elə işləməyinin təzahürüdür və uğurlar qazana biləcəyiniz, ədalətli və düzgün olduğunuz təqdirdə nailiyyətlər, uğurlar qazana biləcəyiniz enerjilər sizdən yanadır. Əziz oğlaqlar və yüksələn oğlaqlar, sevgi və işıqla qalan möhtəşəm bir ay olsun. Əziz dolçalar, xüsusən yüksələn burcu dolça olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz dolçalar, 4-cü evinizdə bir Veneranın olacağını görürəm. Ailə, ev, yuva mövzularından yana olduqca şanslı olacaqsınız. Evlə bağlı gözəl gelişmələr, inkişaflar özünü göstərə bilər. 4-cü evdə olan Venera evi dizayn etmək, evdə nələrsə dəyişdirmək, evi gözəlləşdirmək, hətta bəzi insanlar da ailə qurmaq, evdə gözəl zamanlar keçirmək, emosional bağları dərinləşdirmək mənasına gələ bilir. Əcdadlarınızdan da, ilahi dünyadan da bol-bol dəstək alacaqsınız mənasına gəlir. 6-cı evinizdə olacaq olan bu Yupiter, Merkuri və yeni ay, həm də yeni bir iş həyatına başlama, iş həyatında dəyişim, iş həyatında yüksəliş, uğurlar, nailiyyətlər
mənasına da gələ bilir. Yəni ki, iş həyatı bol-bol gündəmdədir. İşlə bağlı gelişmələr, inkişaflar, diyet, qidalanma, bunların hamısı gündəmə gələ bilər və 6-cı eviniz çox doludur. Sağlamlığınıza qarşı ehtiyatlı olun. Börəklər, börək yox, qaraciyər, mədə, belə yerlər və əsəb sinir sistemi, bağırsaq. Yəni bunların hamısından bağlı həssas dövrə girirsiniz. Ehtiyatlı olun iyun ayında. Bundan əlavə 8-ci evinizdə Mars var. Bu biraz qarışıq bir şeydir. İndi belə deyim ki, 8-ci evdə Mars olanda insan çox güclü olur, iradəli olur, bərk olur, istədiyini əldə edə bilir, enerjisi çox güclü olur, etdiyi rituallar çox bərk işləyir. Amma biraz qəzalara, əməliyyatlara, travmalara, qısqanclığa, takıntılara meyilli bir dönəmdir. Xüsusən cinsəllik, seksual mövzularını gündəmə gətirə bilir. Ehtiras enerjisini çox yüksəldir. Amma biraz da gərginliklər gətirə bilir. Ehtiyatlı olmaq lazımdır. Bundan əlavə 11-ci evinizdə bir dənə dolunay var. Bu dolunay sizin sosial çevrənizdə populyar olmağınıza, əl üstünə tutulmağınıza, sevilməyinizə, dostlarınızla bol-bol zaman keçirməyinizə səbəb verə bilər. Bundan əlavə olaraq da hədəflərinizə, arzularınıza, xəyallarınıza getməyiniz üçün möhtəşəmdir. 7-ci evinizdə olacaq olan Merkuri ikili münasibət, ortaqlıq işlər, evlilik kimi mövzuları əgər varsa gündəmə gətirə bilər və beyniniz belə şeylərdə daha yaxşı işləyə bilər. Sırf öz bürcü dolçu olanlarda demək istədiyim bəzi sözlər var ki, öz bürcü dolçu olanlar bəzən yuxunuz biraz pozulacaq, rahat yata bilmədiyinizi hiss eləyəcəksiniz. Və bəzi şeylər, bəlkə də biraz oyanıq olmalısınız. Həm 8-ci ev Mars biraz xəyanətlərə, güvən qırıqlıqlarına meyillidir. Həm də burada da gördüyüm qədərilə biraz bəlkə aldadan, yalan danışan, ikiyüzlülük eləyən insanlara qarşı biraz oyanıq olmağınızda fayda var. Əks təqdirdə yuxularınız qaça bilər və xüsusən qadınlar barədə biraz daha ehtiyatlı olsanız faydalı olar. Yenə də qadınların qadın enerjisi çox artacaq, daha duygusal hiss edəcək və bərəkətli enerjilər yaxşı olacaq. Biraz ehtiyatlı olun. Bir də borc, kredit və s. şeylərində də ehtiyatlı olun. Bütün xüsusən də yüksələn bürcü dolçular, onların sırası getdi axır ki. Yəni biraz oyanıq olaq. Bərk enerjilər var, pis deyil. Biraz bərk olsaq yaxşı olacaq. Dalçalar və yüksələn dolçalar, arzulayıram ki, iyun ayı möhtəşəm keçsin. Sevgi və işıqla qalın. Əziz balıqlar və yüksələn bürcü, xüsusən də balıq olanlar, gəlin görə iyun ayında sizi nələr gözləyir. Əziz balıqlar, 3-cü evinizdə keçəcək olan Venera, yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş bacı kimi insanları bol-bol gündəmə gətirə bilər. Yaxın çevrənizdə daha çox dəstək görə bilərsiniz. Xüsusən yaxın çevrənizdə qadınlardan yana daha çox dəstək görə biləcəyiniz önəmli, vacib bir perioddasınız. 5-ci evinizə keçəcək olan Merkuri, Yupiter və 5-ci evinizdə olacaq olan yeni ay, iyun ayını ən çox 5-ci ev mövzuları ilə gündəmə gətirəcək. Bu da nədir? Sevgi, eşq, flört, ehtiras, şans, maraq dairəsində olduğunuz şeylər, hobiləriniz və uşaqlar. Belə mövzular bol-bol gündəmə gələ bilər. Həyatınızda uşaq istəyirsinizsə, əla vaxtı uşaqla bağlı ya da uşaqlarınız varsa gündəmə gələ bilərlər və bundan əlavə olaraq hobilərlə məşğul olmaq, zövq almaq, əylənmək, bəlkə subaylar flört eləmək, sevgi yaşamaq və ya seksuallıq yaşamaq kimi də özünü göstərə bilər. Və bu arada bu 1 illik bir perioddur. Yəni bir çox insan uşağı olacaq bu dövrdə, onu da deyim. Və 7-ci evinizdə keçəcək olan Mars, ikili münasibət, ciddi münasibət, evlilik kimi mövzularda biraz mübarizələr, gərginliklər yaşamağınıza, amma enerjinizin daha çox bu mövzulara yönəlməyinə səbəb verə bilər. 10-cu evinizdə olacaq olan dolunay karyera mövzularında dəyişim küləklər əstirə bilər. Yeni bir karyeraya başlamaq, karyerada uğurlar qazanmaq, işdən çıxmaq, işə girmək, vəzifə artmaq, ya da nətərsə karyeranın sizin karmavızdan asılı olaraq çox güclü bir şəkildə gündəmə gəlməyi mənasına gəlir. Və 6-cı evinizdə bir Merkuri olacaq. Bu da sağlamlıq mövzularına diqqətli olun. Xüsusən bağırsaq, həzm sistemi və əsəb sinir sisteminə qarşı ehtiyatlı olmaqda fayda var. Bundan əlavə olaraq sırf öz bürcü balıq olanlarda deyəcəyim bir neçə söz var. Belə ki, bu dönəm biraz diqqətli olmalısınız. Xüsusən sevgi, eşq mövzuları ilə bağlı. Sanki keçmişdə yaşadığınız bəlkə bəzi güvən qırıqlıqlarına görə bir divar hörmək və insanları yaxına buraxmamaq əslində yaxşı nəticələnmir. Niyə? Çünki siz keçmişdə yaşadığınız güvən qırıqlıqlarına görə bugünkü gün insanlara məsafə ilə yaxınlaşanda, onlardan ehtiyatla yanaşanda kainata göndərdiyiniz bu enerji yeni başlanğıcların da uğursuz olmağına səbəb verə bilir. Yəni siz keçmişdə travma almısınız, nəsə bir çətinliklər yaşamısınız ya da güvənməməyə öyrənmisinizsə, bu
sevgi həyatınızı dağıdan bir şeydir və iyun ayında da yeni bir sevgiyə başlasanız belə bunun uğursuz nəticələnməyinə səbəb verə bilər. Ona görə gedin, şüuraltınızdakı güvənsizlik, inamsızlıq mövzusunu sağaldın ki, həyat sizə daha gözəl sevgilərlə gəlsin. Arzulayıram ki, öyrəndiyiniz məlumatlar ən yüksək xeyrinizə xidmət edər, sevgi və işıqla qalın. Əziz bütün bürclər, iyun ayı sizin üçün möhtəşəm olsun, sevgi və işıqla qalın.